Bismillahirrahmanirrahim. Tövhid bəhsində ilk mövzu tövhidin tərifi və tövhidin növləri, qismləri haqqındadır. Birinci tövhidin tərifi Allahın təkliyinə, Allahın vahidliyini təsdiq etmək. Tövhid əhli, yəni Allahı tək bilmək. Hər kim Allahı tək bilirsə, şərik ona qərar vermirsə, o adam müvəhhiddir. Tövhid əhlindən hesab olunur. Bir daha deyirəm, tövhid Allahın təkliyinə və vahidliyinə şəhadət vermək. Tövhid buna deyilir. Yaxşı, tövhidin özünün ixtilaf hansı bəhsindədir? Hansı növündədir? Bu günləri müsəlman dünyasında dediyimiz kimi tövhid bəhsini əhəmiyyətli eləyən və tövhid bəhsinə görə qanlar tökülən məsələ hansı tövhiddir? O tövhidin izahına keçməmişdən qabaq, əvvəldə gərək biz tövhidin digər növlərini, digər qismlərini bilək. 1. Zatda tövhid. Bu barədə heç bir ixtilaf yoxdur. Zatda tövhid Allah Taala zatında təkdir və şəriki yoxdur. İxlas surəsi. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Ta axıra qədər. Allah təkdir, şəriki yoxdur. Qısa. 2. Yaradılışda tövhid. Buna bəzən xaliqiyyətdə də tövhid deyirlər. Allahdan başqa müstəqil yaradan xaliq yoxdur. Baxın, yaradılışda tövhid, zatda tövhid. Ayə. D. Allah hər şeyin xaliqidir. Ər-Rəd surəsi. Əqidəmiz budur. Bütün hər şeyini yaradan, yeganə xaliq olan kimdir? Allahdır. Xaliqiyyətdə, yaradılışda tövhid. Allahdan başqa müstəqil yaradan. Niyə müstəqil demişik? Allahın izni ilə İsa Peyğəmbər Quran-ı Kərim əsasən o da yaradır. Amma nə ilə? Allahın izni ilə. Bu barədə geniş danışacağıq. Müstəqil deməklə bu başdan tərifdə çalışmışıq. Elə bir tərif verək ki, sonra bəzi övliyaları, bəzi Allahın bəndələrinin gördüyü o xariqüladə işlər ki var, onları da bəzən şirklə bağlayırlar. Siz imamlardan elə şey danışırsınız ki, imamlar Allahın işlərini görürlər. Əstəğfirullah. İmamlar Allahın işini görmür. Amma Allah Taala özünün gördüyü, yaratmaq qabiliyyətini, qüdrətini bəzən istədiyi bəndəyə də verir. Necə ki, İsa'ya vermişdi. 3. Rububiyyət və idarəçilikdə tövhid. Yəni, kainatı müstəqil idarə edən, onun maliki və Rəbbi Allahdır. Qısa, Elhamdülillahi Rabbil aləmin. Digər ayə. O göydən yerə qədər olan bütün işləri idarə edir. Səcdə surəsi 5, Yunus, o cümlədən 3-ə də baxa bilərsiniz. Rububiyyətdə tövhid budur, qardaş. Bilin, biz deyirik, bütün kainatı idarə edən sahibi, maliki, müstəqil olaraq kimdir? Allahdır. Yenə də burada müstəqil kəlməsini dedi. Niyə? Çünki gələcəkdə bəhslərimizə görəcəyik. Bu günlərdə bəziləri şiəni nədə ittiham edirlər? Siz Allaha, Rəbb dediyiniz Allaha, idarə edən, pərverdigar dediniz Allaha verdiniz əməl, nisbət verdiniz əməllərin bəzilərini bəndələr də verirsiniz. Deyirik, Allaha müstəqil. Onun kimdə varsa Allahın izni ilə ola bilər. Quran-ı Kərimdən qısa deyirəm. Fəl-mudabbirati əmra. Naziyyat surəsi. And olsun idarə edən, tədbir tökən mələklərə. Əsl tədbir tökən, idarə edən kimdir? Allahdır. Rububiyyətdə tövhid. Yalnız odur. Amma Allah icazə versə, dünya tədbirində, kainatın bəzi işlərində mələklərə də Allah bu ixtiyarı vermişdir. Müstəqil kəlməsinə diqqətli olmaq lazımdır. 4. Qanunvericilikdə tövhid. Qanunvericilikdə tövhid nədir? Qanunlar və hüquqlar yalnız Allah tərəfindən müəyyən olunur. Haramdır, halaldır, vacibdir, necə olmalıdır, nəzir olmalıdır. Bütün qanunlar, hüquqlar yalnız Allah tərəfindən olunur. Ayə, hökm ancaq Allahındır. Yusuf 40-cı ayə. 5. İtaətdə tövhid. Allahdan başqasına itaat etmək olmaz. Ayə, halbuki onlara yalnız bu əmr edilmişdir ki, öz dinlərində, ki, təfsirlər buyurlar, dinlərində, din sözündən məqsəd, yəni itaətlərində Allaha ixlasla və haqqa dönərək ibadət etsinlər. Öz itaatində yalnız kimə itaat olunmalıdır itaat? Allaha olunmalıdır. Hakimiyyətdə tövhid. 6. İnsanlar üzərində hakimlik, rəhbərlik Allaha məxsusdur.
Ayə, hökm yalnız Allahındır. Ən'am surəsi 62-ci ayə. Bu 3 dənə tövhiddə də qanunvericilikdə qanun qoyan yalnız Allahdır. İtaət olunmalı olan yalnız Allahdır. Rəhbərlik, hakimiyyət yalnız Allaha məxsusdur. Bunlarda da Allahın izni ilə kimlərsə hakim ola bilər, Allahın izni ilə kimlərsə hakimiyyətə gələ bilər. Aydındır, Allahın izni ilə kiməsə itaət oluna bilər. Quran deyir, Allaha itaət edin və Peyğəmbərə itaət edin. Allah Teala Davud Peyğəmbərə hakimiyyət verir. Quranda ayədir, gələcəkdə bunlar haqqında geniş danışacağıq. Zatda tövhid, yaradılışda, xaliqiyyətdə tövhid, rububiyyətdə tövhid, idarəçilikdə, qanunvericilikdə tövhid, itaətdə tövhid, hakimiyyətdə tövhid. Artırmaq olar, bəzi kitablarda artırıblar. Xülasə, nə? Güc, qüvvət, bütün hamısı kimə məxsusdur? Allaha məxsusdur. Axırıncı, ən mühüm, ixtilaf olan, qanlar tökülən, ittihamlar yağdırılan, xüsusilə də Əhl-i-Beyt dünyasını özünə düşmən seçən bəzilərinin fətvalarında olan əsas ixtilaflı tövhid, ibadətdə tövhid. Bax, bizim bəhsimiz əsasən bunun üstündə olacaq. İbadət yalnız Allaha məxsusdur. Hər gün namazda Fatihə surəsi 5-ci ayə yalnız sənə ibadət edirik və yalnız səndən kömək dilərik. Fatihə 5. Yaxşı. Məgər bunda kimisə şəkki var? Xeyr. Bütün müsəlman dünyası fərq etməz. Həm əhl-i sünnə qardaşlarımız, həm də Əhl-i-Beyt dünyasında olanları hamısı hər gün namazda deyirik. Yalnız kimə ibadət edirik? Allaha ibadət edirik. Odur ki, İbadətin yalnız Allaha məxsus olması, ibadət yalnız kim olunmalıdır? Allah olmalıdır. Bunda heç bir ixtilaf yoxdur. Amma İbn Teymiyyə və ondan sonra gələn Muhammed ibn Abdülvahhab və onun ardıcılları bax bu axırıncı tövhid məsələsində ixtilaf yaradıblar və onların dövrünə qədər olan bütün müsəlman dünyasında tövhid haqqında olan fikirlərin əksinə gediblər. İxtilaf da bax buradadır. İbadətdə tövhid. Nədə ixtilaf ediblər? Nəyə əsasən bunu dəyişirlər? Onlar görürlər, hər gün biz namaz qılırıq və namazda Allaha boyun əyirik. Allahın qabağında əyilirik. İbadətimiz yalnız Allahadır. İbadətin tərifində. İbadətin tərifini elə verirlər. O əməli bizim nəzərimizdə ibadət deyil. Məsələn, təvəssül, təbərrük. Amma onlar ibadətin tərifini elə verirlər. Onun nəticəsində ibadət şirkə gətirib çıxardır. Bu barədə inşallah geniş bəhs açacağıq. Deməli, tövhidin növləri bunlardır. Bax, əsas ixtilaf məsələ. Bu, axırıncı ibadətdə tövhiddir. Bütün İslam dünyası bunda yekdil fikirdədir. Müsəlmanlar hamısı qəbul edir ki, Allaha yalnız ibadət etmək lazımdır. Heç kəs də bir-birinə ixtilaf eləyib, bir-birinin fətvasını verib qan tökmür. Bircə İbn Teymiyyə, Muhammed ibn Abdülvahhab, onun ardıcılarından başqa. Cavablar nədir? Geniş gələndə və inşallah.